Üzəri qopub tökülən fasad, tez-tez alışan elektrik şitləri, daman damlar, mamır bağlamış divarlar. Bura 93-cü ildən bəri Füzuli, Ağdam, Qubadlı və digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yataqxanadır. Bura Binəqədi rayonu Dərnəgür qəsəbəsi, Nəsrəddin Tusi adına 3 saylı Pedaqoji Universitetin yataqxanasıdır. Sakinlərin bildirdiyinə görə bina baxımsız vəziyyətdədir, belə ki, evlərə siçovlar darışıb, həmçinin binanı bit basıb. Sakinlər deyirlər ki, binanı basan siçovlardan xilas yollarını axtarırlar. Amma öz başlarına öhdəsindən gələ bilmirlər. Kırısa doludur, evlərədir. Qapını açıram, Allah üçün balkonun qapısını girir evə belə-belə, yekə-yekə. Xanım, bax, mən evimdə, inansız bir həftə ərzində 6 dənə krisa tutmuşam. Dərman da vermə demirəm, qorxuram ki, gələr dərmanla ölər polun altında, sonra o evdən həm uşağım produktumun içinə girər. Bir otaqdır. Mən uşağım 8-də oxuyur. Gecə yatmağa qorxur ki, ana çıxar ayağım dişləyər. Mən 4-cü mərtəbədə evimin bir tərəfində tələ qurmuşam, bir tərəfinə yapışqan qoymuşam. 4-cü mərtəbədə krisa olmaq nə deməkdir sən Allah? Bu yaşayışdır. Sakinlər deyirlər ki, binaya təkcə siçovlar yox, həm də bitlər darışıb. Yorğan döşəkdədir, darışır adamı yerdə, qanın somurur. Bildirildi ki, binanın padvalı su ilə dolu olduğundan belə problemlər yaranır. Padval suyuna dolu, toka çatır bu bir. Toklara çatıb, toklara dəyir. İkincidəki etajlarda sular hamısı tökülür bir-birimizin başına. O dərəcədə pis vəziyyət. Bir də ki, cəmaatın bu dərmanlamaq lazımdır. Bit darışıb cəmaatın canına. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən bildirildi ki, qeyd olunan ünvandakı binanın vəziyyəti ilə bağlı komitə məlumatlıdır. Məsələ ilə bağlı aidiyyatı qurumlarla birgə tədbirlər görüləcək. Aytən Fehruz Ramil İbrahimov, Xəzər xəbər.